palçıqdır, lilli bura. Qamişdir. Ben kanalı içindeyim. Temizden yok, bir şeyliyen yok. Deyib orada dibindəkin ağzına. Bax, belə gəlib, deyib, bax, belə. İllərlə təmizləmirlər, illərlə. Hini su basıb 20 dənə toyuğun ölüb hində keçər, durub görmüşəm, hində olur. Quba rayonunun İdris Qışlaq kənd sakinləri yaşayış məntəqəsindən keçən su kanalının vaxtında təmizlənməməsindən şikayət edirlər. Uzun müddətdir təmizlənməyən kanalı artıq ot basıb, lil qatı ilə dolan kanal tez-tez daşır, nəticədə su evlərə və həyətyanı sahələrə dolur. İskəndər boyuna bu kanal təmizlənmir. Su qoşulan kimi mənim evim altı bütün su. 300-400 metr olar belə. Qamış, torpaq, zir-zibir basıb bütün bura. Çağıran yoxdur. Mən çağıran bir balta taxını çəkmişəm orada. O da bütün su içindədir. Xəstə adama işləyib bilmirəm ki, mən dedim ki, durun mən bunu təmizləyim. Arx çəkilən gündən bu günə kimi bir dəfə də olsa təmizlənməyib. Necə ki, tikilib, dolub buru, sunan qalıb hələ-hələ. Zibil töküblər üst-üstə qalaq-qalaq, hamısı arxın içindədir. Evlərimizi basır su. Ağaclar bitib arxın içində. Yağış olanda, sel olanda, güclü su gələndə kanala gəlib həyətimizi basır su. Gecə səhərə kimi nasos qoyub, suyu bayır arxı ötürmüşük. 50-60 ev bu suyun əzabını çəkir də, bu arx dolanda hamısı gəlib sel basır qapıları. Axırıncı dəfə nə vaxt təmizləyir? Heç yardıma gəlmir ki, açan maşın traktoru girib bura. Heç şikayət eləmişəm, baxan yoxdur. Suvarma arxlarının uzunluğu və xidmət etdiyi ərazilər nəzərə alınmaqla təmizləmə işləri növbəli və mərhələli şəkildə həyata keçirilir. Quba rayonunun İdris Qışlaq kənd ərazisindən keçən suvarma arxında lil və kolkosdan təmizlənmə işləri iş qrafikinə uyğun olaraq yaxın vaxtlarda aparılması planlaşdırılır. Yaz-yay suvarma mövsümünə qədər idarənin balansında olan suvarma arxlarının lil və kolkosdan təmizlənməsi üzrə işləri yekunlaşdırılması planlaşdırılır.